Hər gün salam. Bugün sizinlə yenə mən Ayxan Əlzadəyəm. Son dövrlər telefon bazarında qiymətlər o qədər o tutub yanır ki, telefon almaq şəhərin mərkəzində 3 otaqlı ev almaqdan daha baha çıxır. Bu səbəbdən də insanlar əsasən ikinci əl telefon bazarına yönəlir ki, burada qiymətlər aşağı olsa da özü ilə çox ciddi problemlər gətirə bilər. Bəzən alınan smartfon hissələri keyfiyyətsiz alternativləri ilə əvəzlənmiş olur. Bəzən isə içərisindəki məlumatlar dəyişdirilir. Bəs bu kimi problemlərlə necə başa çıxmaq olar? Bu videoda sizə lazım olacaq və satıcıların sizi aldada bilməməsinə kömək edəcək əntiqə bilgilərdən danışacağıq. Odur ki, indidən bu videonu bəyənin və məni izləyin. Gəlin çox uzatmadan keçək videonun əsas hissəsinə. Qayda 1. Əgər ikinci əl telefon almısınızsa, ilk olaraq onun e-mail nömrələrini yoxlamalısınız. Əksi təqdirdə qısa müddət sonra telefonunuz bloklanır və istifadəsinə məhdudiyyətlər qoyula bilər. Bunun üçün cihazın telefon qismindən ulduz DS06 DSS yığıb açılan pəncərədəki e-mail kodlarını kopyalayırsınız. Daha sonra egov.az saytına daxil olub vətəndaş xidmətləri hissəsindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi pəncərəsini açırsınız. Ardından mobil cihazların e-mail kodunun yoxlanılması xidmətiniz keçib, kopyaladığınız kodları orada tam olaraq yoxlaya bilərsiniz. Qayda 2. Aldığımız smartphone ekranının giriş-çıxış portlarının və sair bütün hissələrinin ideal çalışmasını yoxlamaq vacibdir. Əgər Samsung bir cihaz almısınızsa, bunu Samsung Members tətbiqindən asanlıqla etmək mümkündür. Sadəcə tətbiqi açıb, dəstək pəncərəsindən telefonun diaqnostikasına keçid edirsiniz və burada bütün funksiyalıqları bir-bir test edə bilərsiniz. Qayda 3. Telefonun batareyasının vəziyyətini yoxlamağı heç vaxt unutmayın. İkinci əl telefon alarkən ən çox diqqət olunan məqamlardan biri batareyanın sağlamlığıdır. Çünki köhnə cihazlarda batareyanın tutumu zəifləyə bilər və bu telefonun istifadəsinə böyük təsir edir. Əgər iPhone almısınızsa, bunu çox asanlıqla ayarlar bölməsindən batareya və batareya sağlamlığı pəncərəsinə keçərək yoxlaya bilərsiniz. Orada batareyanın maksimum tutum faizi göstərilir. Əgər bu dəyər 80%-dən aşağıdırsa ehtiyatlı olun. Çünki bu batareyanın dəyişdirilməsi lazım olduğunu göstərə bilər. Android cihazlarda isə Akku Battery kimi üçüncü tərəf tətbiqlərindən istifadə edərək batareyanın vəziyyətini dəqiq şəkildə öyrənə bilərsiniz. Satıcı sizə batareya yenidir desə belə, bu testləri özünüz etmədən heç vaxt almayın. Çünki boş vədlərə inanmış olacaqsınız. Qayda 4. Telefon orijinallığını və kilit statusunu mütləq yoxlayın. Bəzi satıcıların refurbished və ya kopya cihazları orijinal kimi satmağa çalışdığını görürük. Bunu başa düşmək üçün telefonun seriya nömrəsini yoxlamaq kifayətdir. iPhone üçün Apple'ın rəsmi saytına Check Coverage bölməsinə daxil olub, seriya nömrəsini daxil edərək cihazın orijinallığını və zəmanət statusunu öyrənə bilərsiniz. Android cihazlarda isə cihazın model nömrəsini ayarla, telefon haqqında bölməsindən tapıb, markanın rəsmi saytından yoxlaya bilərsiniz. Eyni zamanda telefonun iCloud və ya Google hesabı kilidində olmadığından da əmin olun. Bunun üçün cihazı sıfırlamağa cəhd edin və əvvəlki sahibin hesab məlumatlarını tələb edib etmədiyini yoxlayın. Əgər kilid varsa, o telefon sizə baş ağrısından başqa heç nə verməyəcək. Qayda 5. Kamera və dinamikləri test etməyə laqeyd yanaşmayın. İkinci əl telefonlarda kamera linzalarının cızılması və dinamiklərin zəif səs verməsi kimi problemlərə çox tez rast gəlinir. Kameranı yoxlamaq üçün müxtəlif işıq şəraitində foto və videolar çəkin. Fokuslama sürətini və görüntü keyfiyyəti qiymətləndirin. Makro, geniş bucaq və gecə rejimlərini test edin. Çünki bəzi saxta hissələr bu funksiyalarda özünü biruzə verir. Dinamiklərə gəlincə isə bir musiqi açın və səsin təmizliyinə, həmçinin həcminə diqqət edin. Əgər səsdə xırıltı varsa və ya kamera dumanlı şəkillər çəkirsə, bu telefonun dəyərini kəskin şəkildə aşağı salan amillərdəndir. Beləliklə dostlar, bu qaydaları yaxşı yadınıza saxlayın. Satıcıların qardaş telefon təp-təzədir kimi şirin sözlərini aldanmayın. Hər şeyi öz gözünüzlə görüb və əlinizlə yoxlayın. Videomu bura qədər izləmişsinizsə, artıq bazarda satıcıların çoxluqla işlətdiyi yalanlardan xalisiz. İndi isə videoya like atıb, şərhlərdə isə yazın. Hansı ikinci əl telefonları almısınız və nə kimi problemlərlə qarşılaşmısınız? İndi isə sağ olun, salamat qalın. Növbəti videolarda görüşənədək.